Quranın ilk surəsi hansıdır? Ələq. Düzdür. Quran-ı Kərimdə adı çəkilən yeganə qadın kimdir? Öz almışıq. Həzrəti Məryəm. Düzdür. İlk imam kimdir? Əli. İmam Əli. İmam Əli əleyhissalam. Düzdür. Oynamayın. Ərbəyin Aşuradan neçə gün sonra qeyd olunur? 40 gün sonra. Düzdür. Aşağı saymaz. Aşağıdan sola gidiyoruz. Önce sen buyur. Vallahi olmaz. Rica ederim. Səhifə-i Səccadiyə kimə aid dualar toplusudur? Dördüncü imam İmam Səccad əleyhissalam. Düzdür. Sən. Kəbə evi hansı şəhərdə yerləşir? Məkkədə. Əhsən, düzdür. İmam Hüseynin oğullarından biri olan Əli Əkbərin anasının adı nə idi? Xanım Leyla. Düzdür. Oruc hansı ayda tutulur? Daha doğrusu vacibdir. Oruc. Hansı ayda vacibdir oruc tutmaq? Ramazan ayında. Bəli, düzdür. İmam Əlinin ləqəblərindən biri. Əbu Turab. Əhsən. Ben verəcəkdim. Gel bir yerdə. Şahın əlini gördüm, belə idi. Hə. Məhərrəmdən sonra hansı ay gəlir? Xalid. Səfər ayı. Düzdür. Əhsən. İmam Rızanın atasının adı nə idi? İmam Kazım. Əhsən. İmam